Salam dostlar. Bugün sizə keçən həftə, daha doğrusu 2 ay əvvəl çəkdiyimiz video haqqında, yəni Ethereum videosu haqqında sizinlə qarşılaşdırım. Ethereum biz videosunu çəkən dostlar, gördüyünüz kimi Ethereum 1546 dollar idi. 1546 dollar və mən sizə risk edib yatırım etmək imkanımız ola biləcəyini duyurdum. Və hazırda isə Ethereum dostlar görürsünüz ki 1560 dollardan 2763 dollara qalxıb. Yəni dostlar görürsünüz ki yenə də çox böyük olmasa da, yəni normal 25-30% bir qazanc əldə etdik sizinlə bir yerdə. Dostlar görürsünüz ki yatırım belə bir şeydir. Yəni siz bunu həm müxtəlif sahələrdən, yəni müxtəlif proqramlardan yatırım edə bilərsiniz. Bundan başqa dostlar 1.77-dən və 1.86-dan çəkdiyimiz avro videosu isə hazırda avro 1.95-dədir və avro həftələr sonra birinci hədəfinə yaxınlaşır. Öz birinci hədəfinə yaxınlaşır 2 manata. Yəni çox az qalıb 2 manata yaxınlaşmağına artıq 1.96-dır demək olar. Biz sizinlə bir yerdə ötən videoda gördüyünüz kimi 1.77-dən də 1.86-dan da video çəkmişdik. Hətta burada da toxunmuşdum sizinlə Ethereum-ə gözdə. Burada da sonuncu videolarda da sizə avro, hər dəfə demək olar ki, sizə avro haqqında məlumat verilir. Görürsünüz dostlar, burada da avro 1.92 qiymətində. Yəni hər dəfə sizə avro haqqında məlumat verdiyim halda bilmirəm yatırım etmisiniz yoxsa etməmisiniz. Amma burada xeyli video çəkmişəm və 2 manat doğru ilk hədəfin olduğu demişdim. Biz isə sizinlə birlikdə, mənimlə birlikdə risk edib yatırım edənlər 1.77-dən və 1.86-dan alanlar hazırda 100 avroda ortalama 15 manat qazancıdır. Yəni 100 avroda sizin hazırda 15 manat qazancınız var. Amma təbii ki avronu satırıq yox, satmırıq, saxlayacağıq, böyük hədəflərə doğru gedəcəyik. Avronun qiyməti qrafik çəkmişik. Görürsünüz ki avronun görürsünüz ki üçlü toxunuş qrafiki var. Görürsünüz ki burada baxın birinci toxunuş, ikinci toxunuş və sonuncu isə üçüncü toxunuş isə 2.50 və yaxud 3 manat hədəfinə kimi saxlayacağıq avronu. Baxın dostlar görürsünüz ki sizinlə bir yerdə avronun qrafikini canlandırmışıq və belə olmağını isə gözləyirik. Və dostlar heç bir komissiya olmadan, necə kripto almaq olar onu sizə göstərirəm. Geçirsiniz dostlar baxın Leo Bank proqramına. Leo Bank proqramına daxil olanda gəlirsiniz kripto hissəsinə. Kripto hissəsinə gələndə isə burada spot yazırsınız. Spot olan ki yanında spot yazısı olanlar heç bir komissiya olmadan alış sizə fürsətini verir. Amma nə qədər müddət ərzində olacaq onu bilmirik. Məsələn, hər hansısa bir göz kripto daxil olanda almağa basanda mən bundan 40 manatlıq almaq istəyirəm. Görürsünüz ki, heç bir komissiya yoxdur. Hətta mən bundan 5 manatlıq almaq istəyirəm. Yenə də heç bir komissiya yoxdur. Görürsünüz, komissiya sıfırdır, sıfır. Yəni heç bir komissiya olmadan gündəlik ticarət etmək üçün çox superdir. Uzun müddətli yatırım üçün təbii ki, superdir. Amma hazır dostlar kriptoya mən şəxsən yatırım etmirəm. Niyə? Çünki dostlar biz vaxtı Ethereum 1500 dollar olanda yatırım etdik. 2700 qiymətindən ortalama satdıq. Amma hazırda heç bir kripto yatırım etmirik. Niyə? Çünki dostlar hazırda Bitcoin ən yüksək hədəfə gəlib və ən yüksək hədəfə gəldiyi üçün isə hazırda qrafikin soyumağını gözləyirik. Qrafikin soyumağı da görürsünüz ki, biz sat verəndə alırıq, buy verəndə satırıq. Çünki bazar əksinə gedəsə biz də əksinə hərəkət edirik. Hazırda siz dostlar görürsünüz ki, bazar əksinə getdiyi üçün biz də sizinlə bir yerdə artıq qazancımızı əlimizdə saxlayıb gözləyirik ki, bu qrafik baxın belə bir qiymət aralığında bura düşsün. Bu qiymət aralığı bura düşəndən sonra isə baxın bir daha belə yatırım etmə imkanımız yaranacaq. Çünki buy verəndə bazar aşağı düşür, qiymət zəifləyir. Hazırda isə qrafik ən yüksək hədəfdə olduğu üçün biraz yatırım etmək risklidir. Niyə? Çünki Bitcoin 10% düşsə, altcoin'lər 30% düşəcək. Yəni siz daha çox ziyanla gedəcəksiniz. Ona görə hazırda heç bir kriptoya mən yatırım etmirəm. Sadəcə Bitcoin ortalama belə deyək də 95 minə, 92 minə, 90 minə, 80 minə yavaş-yavaş görək hansı pillələrlə aşağı düşəcək. Onu gözləyirik. Əgər qiymət aşağı düşüb dayanıqlı olsa, ondan sonra yenidən video çəkib kripto haqqında məlumat vermək olar. Və dostlar Lumen səhmi haqqında. Lumen səhmi haqqında sizə video çəkirəm. Limon nə idi? Limon səhmi, yeni limon deyirəm. Lumen səhmini isə baxın dostlar aylıq qrafikində
Bay xətti çox zəifdir. Yəni bay xətti zəif olduğu üçün dostlar, burada iki bizə istiqamət verir yüksəliş üçün. Birinci istiqamət baxın budur. Yəni belə də gedə bilər. Yox, əgər bu olmasa, ikinci istiqamət isə dostlar baxın belə olacaq. Biz əslində ikincini daha çox gözləyirik. Çünki bay xətti zəif olduğu üçün baxın belə. Bir dənə də belə düşdü. Burada sat verdi. Buradan sonra belli. Çünki niyə dostlar birja qiymətlər əndirabadi qalxır. Yəni normal qiymət, yəni qrafik heç vaxt yəni baxın belə zurna kimi getmir. Yəni bu belə-belə düşür, qırılır. Yəni çox əndirabadi qalxır. Aldadıcı forma qalxır. Yəni inanmıram buradan belə gedər. Yəni ikinci qrafik bizə daha məntiqli gəldiyi üçün ortalama lumenin alış hədəfini 1.55, 1.45, 1.35 qiymətlərinə gəlməyini gözləyirik. İnşallah bu qiymətə gəlsən yenidən video çəkib qiymətləndirmək olar. Və dostlar, bugünkü videomuz sizin oldu. Heç bir komissiya olmadan Leo Bankda yatırım etmək. Təbii ki, avronun ilk hədəfinə yaxınlaşması 2 manat doğru artıq demək olar ki, günlər və yaxud bir həftə falan bəlkə qalması dəqiq vaxt deyə bilmərik, amma çox az müddət qalıb 2 manat yaxınlaşması və biz də sizinlə bir yeri təbii ki, almısınızsa əgər 1.77-dən və 1.86 qiymətdən almışıqsa, hazırda biz qazancdayıq. Siz də qazancınızsa xeyirli olsun. Ethereum-u da 1500-dən alıb 2700 qiymətindən satdıq və hazırda isə bazarın düşməyini gözləyirik. Bazar düşəndə isə yenidən qiymətləndirə biləcəyik.